Salam qızlar, necəsiz? Gününüz xeyirli, uğurlu olsun. Bunu toya giyməyə götürmüşdüm, amma giymədim. Bu idi pencək, bir də belə yubka köynək idi. Bunları indi yerləşdirim yerinə. Burada istəyirəm bunları yerləşdirəm artıq aldıqlarımı. Bura zapas məhsullardır burada. Bu vanna falan təmizləyicidir. Bu yağ kirdi elə, yağ falan təmizləyən. Bu Trendyoldan almışdım. Bir üstə bir kampaniyası vardı, yəni indirimdə idi. İkisinin birinin qiymətini aldım. Quru şampun çox yaxşı məhsuldur. Saçlarım yağlıdır, yəni bəzən qurtarıcı olur da. Evdə olanda yaxşı olur. Bu bədən spreyidir. Bu kükürt kremidir. Gənclərin və ya kiminsə dərisi problemli, sızanaqlıdırsa, bunu məsləhət bilərdim. Çox yaxşı kremdir, çox yaxşı qurudur. Bunu həmişə ehtiyat alıb evdə qoyuram. Birin işlədir oğlum. Bunu da ehtiyat alıb qoyuram. Bu isə əl bədən kremidir. Səhv etmirəmsə, ya əl kremidir belə. Bunu anam Rusiyadan gətirmişdi. İstifadə eləməmişəm, qalıb. Belə. Bu günəş kremidir. Bundan belə yaydır deyə çox istifadə olunacaq. Bunu qoymuram, bunu istifadə edirəm. Saç maskadır, balizan belə bir şey. Bu da ləkələr üçün uşaqlara çox lazım olur. Əl kremi, hələlik əldə var deyə bunu ehtiyat aldım. Bu tuşdur, bu da gedir zapasa. Şampundur, hələ evdə var deyə istifadə etmirəm. Bu da ətirdir, əldə 3-4 ətirim var deyə bunu da açmıram. Qalsın burada ehtiyat. Bu da elə mətbəx təmizləyicidir. Bu məhsullardan çox istifadə edirəm deyə qalsın ehtiyatda. Bu da onun başlığıdır. Bundan da hal-hazırda əlimdə var deyə işlədirəm. Ona görə bu da qalsın burada ehtiyat. Həm bir də saç spreyi. Bunu da qoymuram. Çünki əldə olan artıq bitib. Bu da istifadə olunacaq. Bunu aparım, yerləşdirim. Düzəliş verim buna. Baxın, belə bir dolu korobka. İstəyirəm mağazaya gedim. Dünən tort hazırlayırdım, amma ki tortu başa çatdıra bilmədim, problemlər yaşadım deyə. İndi istəyirəm gedim mağazaya. O məhsullar var, lay satılır. Napolyon tortudur, sonra ballıdır, hazır satılır. İstəyirəm onlardan alım, istifadə edib. Kremliyim, istifadə edim. Bu həmişə Home Life məhsullarında olur. Düşürəm onun korobkasını, bəlkə lazım olur. Məhsullar zədələnməsindir. Bu da aldığım məhsullar, qiymətləri falandır. Bunları saxlamışdım, hərdən qiymətlərə baxırdım. Amma indi görürəm ki, gərəksiz bir şeydir, bu da atılmağa gedir. Bu Faberlikindir. Atılır. Belə. Gedib alıb gəldim. Elə şansıma bircə dənə bundan qalmışdı. O ballıya belə də xoşum gəlmir deyə. Elə Napolyon istəyirdim. Burada yağın hazır qoymuşam. Burada da bəzi ərzaqlar aldım. Göyərti falandır. Qatıqdır, pendirdir, kividir, çörəkdir belə. İndi başlayayım bunu yığmağa. Anamın tortunu nəhayət edib bitirdim. Belə göstərim sizlərə. Baxın, bu cür alındı. İnşallah ki, dadı da yaxşı olar. Ümid edirəm, yəni ki, yaxşı alınar. Özümə istəyirəm bir çay süzəm və gedim oturum həyətdə. Bir qəşəng çay içim. Bir bilsəz, tort başı mənə oyun gətirdi. Oyun gedim. Bunlar da məni gözləyir ki, bunlara buğda verim, dən verim. Bunu da düzmüşəm belə. Küləkdir hava. Külək qaldırmasın.
Bu da həmişə bahar. Elə haçan baxsam oturub burada. Burada da biri qoyub. Burada özlərinə yer belə hazırlayıblar. Buradan kardon cırıblar. Bunlar bu sarafan, yəni bunlar bu sarafanda idi. Bunu toyuqlar belə tikələyib. Bu corabı da bilməm hardan gətiriblər, qoyublar özlərinə belə yer hazırlayıblar. Anamın da tortu başıma oyun açdı, onu da deyim. Yenidən aldım. Napolyonu hazırlamaq istədim. Elə bil onun mən kreminə 3 malako, 2 dənə də 3 malako, 200 qram da yağ istifadə etdim. Malakonu aldım. Skuşonlu var idi, varyonlu malako aldım. Varyonu istədiyim kimi çıxmadı. Elə bir ki sanki ötmüşdü. Yəni dadı xoşuma gəlmədi. Deyə ikinci dəfə yenə aldırdım. Sonra aldıqdan sonra doldurdum. Krem torbasına, krem torbasına doldurdum ki sıxdım. Krem torbası partladı. Kremin yarısı töküldü yerə. Yəni bir sözlə o bir söz var ya, iş alınmayanda deyirlər ki sanki daşdan çıxır. Yəni o anamın tortu sanki daşdan çıxdı da belə deyim. Güclə gətirdim, ərsəyə çıxartdım, bitirdim. İnşallah ki dadı yaxşı olar. 1-2 saat anamgilə gedərəm. Oradan da sizin üçün çəkiliş edərəm inşallah. Gedim çayımı içim. Elə buradan fürsətdən istifadə edib anamı bir daha da təbrik edirəm. Anam vloqlarımı izləyir, ən böyük dəstəkçimdir. Yəni hər bir işimdə, hər bir atdığım addımda ən böyük dəstəkçimdir anam. Allah bütün anaları korusun, içi anam qarışıq. Allah analara can sağlığı versin, böyüklükdən əskik etməsin. Nə yaxşı ki varsan ana. Anam mənim həm anam, həm dostum, həm sirdaşım, yəni hər şeyimdir. Ad günüsündən də çəkiliş etmək istərdim, amma təəssüf ki, mən getdiyimdə artıq hazırlıqlar başlamışdı, qonaqlar gəlirdi. Ona görə də əlimə telefon götürüb çəkməyə utandım. Bu xoruzu da elə anam istəmişdi, dedim elə getmişkən bunu da tutub apardım. Vloqum bu qədər. Bura kimi izlədinizsə bəyənib, kanala abunə olmağı unutmayın. Hələlik növbəti vloqlarda görüşərik. Yadımdan çıxmışdı, deyim ki, tortumda yaxşı alınmışdı, yəni dadlı idi, hamısı bəyəndi.